Tamam uşaq. Sizlərə 8-ci sinif iş dəftəri 2-ci hissə Canlılar aləmi təsnifatı mövzusunun ümumiləşdirici tapşırıqlar hissəsinin izahını verəcəm. Ən kiçik sistematik kateqoriyadan başlayaraq şəkildəki canlılar aid olduqları sistematik kateqoriyalarını müəyyən edin. Ən kiçik sistematik kateqoriya bizə burada verilib növdür. Növ, cins, məsələn burada növ, cinsdən sonra fəsilə, fəsillədən sonra dəstə, sinif, isə tip. Deməli, bizə deyir ki, məsələn, bizə burada verilib adi bildirçin nədir? Adi bildirçin növdür. Adi bildirçin ikisi bir yerdə nə bizə öyrədir? Növü deyir. Bildirçin isə cinsdir. Deməli, Azərbaycan dilində ikinci söz cinsi bildirirdi. İkisi bir yerdə növü bildirirdi. Latın dilində isə birinci söz cinsi bildirirdi. İkisi bir yerdə növü bildirirdi. İndi biz buna görə cədvəlimizi yazacağıq. Məsələn, toyuq kimilər dəstəsi, qırqovullar fəsiləsi cins olaraq bildirçin cinsi, növ olaraq adi bildirçin növü. Ayı kimilər fəsiləsi, ayı cinsi, ikinci söz dedik cinsi bildirir. Qonur ayı növü bildirir. Sincab cinsi, adi sincab növü bildirir. Sincab. Su ilanı, ilan cinsi, adi su ilanı növü bildirir. İtlərdə tülkü cinsi, qırmızı tülkü növü bildirir. Sinif olaraq toyuq kimilər? Quşlar sinfi, yırtıcılar məməli, gəmirci də məməli, qulcuq sürünən, yırtıcı məməli. Tip olaraq hər üçü xordalı. Bu heyvanların ümumi hansı əlamətləri var? Bu heyvanlar ilk olaraq bayaq dedik xordalılar tipinə aiddir. Heyvanlar aləminə aiddir. Sonra heterotrof qidalanırlar. Yəni heterotrof qidalanır, hazır qida ilə qidalanır, yəni heterotrof qidalanır. Bir də aktiv hərəkət. Aid xüsusiyyətlər. Hər iki heyvan qohumluq əlaqələrinə görə bir-birinə daha çox yaxındır. Biz buradan gəmiricilərə aid olan, yırtıcılara aid olan ayı kimilər, bir də burada yırtıcı tülkü var cins. Məsələn, ayı ilə tülkü hər ikisi yırtıcılar dəstəsinə aiddir. Yəni, qonur ayı və qırmızı tülkü. Hər ikisi yırtıcılar dəstəsinə aiddir. Yırtıcılar dəstəsi. Buna görə də bir-birinə bənzəyirlər. Anagram veribdir. Birinci sözə yazaram eukaryot. Heterotrof. Autotrof. Və düzgün cavabı seçin. Oxşar növlər hansı sistematik kateqoriyada birləşir? Şöyle baxın, oxşar növlər harada birləşir? Cinsdə birləşirdi. Baxın bu şəklə. Eyni ilə cins fəsilə dəstədə, dəstə sinifdə birləşirdi. Oxşar növlər harada birləşdi? Oxşar növlər cinsdə birləşdi. İki sözdən ibarət sistematik kateqoriya növ demişdik. Birinci çalışmada bunu izah vermişdik. İki sözü var. Qonur ayı növdür. Ayı cinsidir. Diğer çalışmaya baxaq. Bitkilər sistematik kateqoriya hansı variantda düzgün ardıcılıqda göstərmişdir? Diqqətlə baxsaq burada B variantı, məsələn, aləm, şöbə, sinif, sıra, fəsilə, cins, növ ardıcılıq. Canlı aləmlərin adlarını qeyd edin. Birinci aləm, bakteriyalar aləmi. İkinci protistalar. Üçüncü heyvanlar. Dördüncü bitkilər. Beşinci göbələklər.
Deyir ki, iki rəqəmli protistadır. Onların xüsusiyyəti protistalar bir hüceyrəli, deyərik eukariot orqanizmlərdir. Protistalar nüvələri və orqanoidləri var. Yazıq nüvələri, yəni eukariot deməkdir, nüvələri var. Avtotrof yolla qidalanan, avtotrof və heterotrof yolla qidalana bilirlər. Məsələn, avtotrof yolla qidalanan nümayəndələrinə deyərim, Evglena deyə bilərəm, Volvox deyə bilərəm. Sonra Xlorella xlamidanada, bir də xlamidanada deyə bilərəm. Heterotrof yolla qidalanan nümayəndələrə infuzor tərlik, amöb, və amöb vesairə deyə bilərəm. Verilmiş adları, ifadələri və xüsusiyyətləri sxemdə birləşdir. Burada adları verilir, bu sxemə yerlərinə qoyacaq. Birincisi qoyarıq buradan, bitkiləri qoyarıq, bura bitkilər aləminə. Ən böyük sistematik kateqoriya burada bitkilər aləmi deyək. Aləm və burada bizə verib damarlı bitkilər və damarsız. Bu damarsız bitkilərə qoyaram. Çünki mamırların damarı olmur. Damarsız bitki. Bu isə damarlı bitkilərə. Buna qoyaram mamırlar. Burada mamırlar verilir. Damarlı bitkilərə burada toxum əmələ gəlmir var. Bir də var. Toxumla çoxalır. Toxum əmələ gəlmir, damarsız. Toxumla çoxalır. Toxum əmələ gəlməyənlər var. Toxum əmələ gəlmir. Bir də toxumla çoxalan. Toxum əmələ gəlməyənə burada qoyaram qışı. Toxumla çoxalana qoyaram şam ağacı var, şam ağacı. Buradan ekvivalent qoyaq. Örtülü toxumlular var, bir də çılpaq toxum. Bura qoyaram çılpaq toxum. Bu isə örtülü toxum. Çılpaq toxum niyə deyərəm? Şam ağacı. Çünki toxumlar çılpaqdır, üzəri heç nəylə örtülməyibdir. Amma örtülü toxumlarda üzəri meyvə yanlığı ilə örtülmüşdür. Buna da qızılgül